Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə baş katibinin müavini Simon Mordo, Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Mardelena Grono, bölmə rəhbəri Dorota Dloç, Avropa İttifaqının Azərbaycandakı səfiri Petar Mixalko və digər qonaqlar Ağdamda işğaldan azad edilmiş ərazilərdə aparılan mina təmizləmə fəaliyyəti ilə tanış olublar. Anamanın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabr ayından 2025-ci il aprelin 2-də humanitar mina təmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərəfindən Qarabağda və Şərqi Zəngəzurda aparılan mina təmizləmə əməliyyatları nəticəsində ümumilikdə 190.194,9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. 36.479 ədəd piyadə əleyhinə mina, 21.607 ədəd tank əleyhinə mina və 133.514 ədəd partlamamış hərbi sursat olmaqla ümumilikdə 191.600 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib. Qonaqlar ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyiblər.